Bismillah, velhamdülillah, və salatu və salamu alə Rasulillah, əmmə ba'd. Deməli, əziz qardaşlar, bugünkü dərsin mövzusu Allah Azza və Cəllənin ad və sifətləri olacaq. İmam Əbu Bakır Əl-İsmaili rahiməhullah kitab və sünnətə bağlılıqla əlaqəli, kitab və sünnətə tabiçiliklə əlaqəli bir müqəddimə verəndən sonra ki, bunu biz keçən dərsdə götürdük və bu müqəddimə çox önəmli müqəddimə idi. Yəni, nə üçün? Məhz kitabını o mövzu ilə başladı. Fikir versəz, birinci dərs Allaha, mələklərə, kitablara və rasullara iman və sonra həmən keçdi kitaba və sünnəti tabiçilik. Bu mövzunu qeyd elədi və 4 dənə səbəb zikr etdi ki, bu 4 səbəbə əsasən biz deyirik ki, insan öz əqidəsini Allahın kitabından və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətindən götürməlidir. Sanki bu sözlər bu risalənin müqəddiməsi idi. Və İmam rahiməhullah bununla demək istəyir ki, yəni bundan sonra risalədə gələcək əqidə məsələləri ki var, Allahın ad və sifətləri ilə əlaqəli olsun, axirət məsələləri ilə əlaqəli olsun və sair mövzular, o mövzuların hamısının mənbəyi, məsdəri Quran və sünnədir. Ona görə risaləsini kitab və sünnəti tabiçilik mövzusu ilə başladı və biz bunu keçən dərsdə götürdük. Bu əslində çox önəmli qeyd idi. Çünki hər bir müəllif kitabına başlayanda, xüsusən indiki zamanda kitabının müqəddimə ilə başlayır. Ön sözlə, açılışla başlayır. Qədim dövrdə kitablar belə başlamırdı. Yəni, alim kitab yazanda müqəddimə, ön söz yazmazdı. Lakin müqəddimə mənasında olan bir neçə kəlmə və ya bir neçə qayda zikr edərdi. O baxımdan İmam rahiməhullah kitab və sünnətə tabiçiliyi bir növ bu kitabda müqəddimə kimi qeyd edir. Və sonra Allah Azza və Cəllənin ad və sifətləri barədə danışmağa başlayır. Və təbii ki, bu mövzu İslam elmləri içərisində ən şərəfli mövzudur. Çünki alimlər qayda olaraq qeyd edirlər ki, şərəful ilm, yəni elmin şərəfi bilinən, öyrənilən şeyin şərəfinə bağlıdır. Təvhid elmi bizə nəyi öyrədir? Allah Azza və Cəlləni. Biz təvhid elmi ilə Allah Azza və Cəlləni tanıyırıq. Allah Azza və Cəllədən daha şərəfli, bizim üçün daha əziz bir kəs var? Yoxdur. Bu elm ki, bizə Allahı tanıdır və Allahdan daha izzətli, bizə daha sevimli, daha yaxın heç kəs olmadığı üçün bu o deməkdir ki, təvhid elmi, yəni Allah Azza və Cəlləni, Rəbbimizi bizə tanıdan elm də ən şərəfli elmlərdən birisidir. Və həmçinin bu əslində Allahın dininin, İslam dininin məqsədlərindəndir. Allah Azza və Cəllə bu dini göndərib, rasulları və peyğəmbərləri göndərib, kitabları nazil edib, bütün bunlarda ilahi məqsədlər var. Və o məqsədlərdən birisi nədir? Allahın o peyğəmbərlər vasitəsilə, o kitablar vasitəsilə özünü qullarına tanıtması. Yəni, əslində bu təvhid elmi ki var, biz bununla Allah Azza və Cəlləni, Rəbbimizi tanıyırıq, bu əslində dinin məqsədlərindəndir. Və həmçinin bu, qulun imanının kamil olması üçün, qulun dində sabit qədəm olması üçün ən böyük səbəblərdən birisidir. Şək yoxdur ki, qul Rəbbini
nə qədər çox tanısa, ona o qədər ixlas üzərində ibadət edəcək. Ona görə Allah subhanahu wa ta'ala xaşyəni nəyə bağlayır? Elmə. İnnəmə yaxşəllaha min ibadihil uləmə. Allahdan yalnız kimlər qorxar? Alimlər. Fikir verdiniz? Allah azza və cəllə burada xof demədi, xaşyə dedi. Və xaşyə nədir? Elm üzərində olan qorxu. Deməli, qorxunun növləri var, bəli. Hər bir mömin Allah azza və cəlləyə qarşı qəlbində sevgisi, imanı olan, Rəbbini tanıyan hər bir insanın qəlbində Allaha qarşı xof var, qorxu. Bu təbiidir Allahın qəzəbindən, əzabından qorxması. Lakin o qorxuya elm qarışsa, qul Rəbbini daha çox tanıdıqca o xof xaşyəyə çevrilir. Və o qorxunun özünün bir ləzzəti olur. Təsəvvür edirsiniz? O qorxunun, o xofun, mömin qulun qəlbində olan Allah qorxusunun, hansı ki o qorxu elm üzərindədir, onun özündən qul ləzzət alır. Təsəvvür edin bunu. Və bu elmlə hasil olur. Və bütün bunları bizə verən, yəni bütün bunlara nail olmağa səbəblərdən ən əsası nədir? Təvhid elmi. Yəni Allah azza və cəlləni bizə tanıdan elm. Və İmam Əbu Bakır Əl-İsmaili rahimehullah bu şərəfli elmlə öz risaləsinə başlayır və əhl-i sünnənin etiqadını bəyan edərək buyurur ki, وَيَعْتَقِدُونَ أَنَّ اللّٰهَ تَعَالَى مَدْعُوٌ بِأَسْمَائِهِ الْحُسْنَى. Onlar, yəni əhl-i sünnə vəl-cəma'a, onlar etiqad edirlər ki, Allah Təbarəkə və Teala özünə gözəl adlarıyla dua edilən zatdır. Və bununla İmam hansı ayəyə işarə edir? وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَدْعُوهُ بِهَا. Ən gözəl adlar Allaha məxsusdur və onu bu adları ilə çağırın. Yəni Allaha bu gözəl adları ilə dua edin. Və İmam rahimehullah buyurur ki, və Allah azza və cəllə, yəni əhl-i sünnə vəl cəma'a etiqad edir ki, Allah təbarəkə və teala özünə gözəl adları ilə dua edilən zatdır. Və Allahın ad və sifətləri barədə əhl-i sünnənin etiqadı var. Və o əsaslardan birisi budur ki, və təbii ki sonra İmam Əbu Bakır rahimehullah buyurur ki, həmçinin Allah azza və cəllə mevsufun bi sifatihi'llati səmmə və vasafə biha nəfsəhu və vasafəhu biha nəbiyyuhu sallallahu aleyhi və səlləm. Və həmçinin əhl-i sünnə etiqad edir ki, Allah subhanahu və teala özünü vəsf etdiyi və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin onu, Rəbbini vəsf etdiyi vəsflərlə vəsflənib. Deməli, əhl-i sünnə etiqad edir ki, Allah təbarəkə və tealənin gözəl adları var, hansı ki qulları bu adlar ilə Allaha dua edir. Deməli, Allahın adları, gözəl adları. Və sonra qeyd elədi ki, və həmçinin əhl-i sünnə etiqad edir ki, Allah subhanahu və tealənin vəsfləri var. Həm adları var, həm də vəsfləri var. Sifətləri var. Hansı ki, Allah azza və cəllə səmmə və vasafə bihə nəfsəhu. Allah azza və cəllə özünü bu sifətlər ilə bizə tanıdıb. Özünü bu vəsflər ilə vəsfləndirib. Və vasafəhu bihə nəbiyyuhu. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm də öz Rəbbini bu vəsflər ilə vəsfləndirib. Deməli, Allahın adları və sifətləri. Və əhl-i sünnədə qaydadır ki, İnnə əsma'allahi Teala və sifatihi təvqifiyyə. Yəni Allah azza və cəllənin bütün adları və sifətləri
Təvqifidir. Bu qaydadır. Təvqifi nədir? Vaqafa sözündəndir. Yəni durmaq. Yəni Quran və sünnə dəlilləri, Allahın ad və sifətləri barədə harda durursa, biz də orada dururuq. Həddi aşmırıq. Aydındır, bu qaydadır. Allahın ad və sifətləri barədə. Qayda budur ki, huva isbatun ma vasafallahu bihi nəfsəhu fi kitabihi əv vasafahu rasuluhu fi ahadisi sahihə bilə tə'vil və la ta'til və la təmthil və la təkyif mimmə yəliqu bi kəmalillahi azza və cəl. Qayda budur ki, biz Allah azza və cəllə özünü kitabında və Rasulü Muhammed sallallahu aleyhi və səlləm Rəbbini sünnətində, hədislərində necə vəsf edibsə Allah barədə ad olaraq, vəsf olaraq nəyi deyiblərsə, biz də ona etiqad edirik. İnkar etmədən, təvil etmədən, bənzətmədən və keyfiyyət vermədən Allahın öz şanına layiq şəkildə. Yəni, məsələn, Allahın əl sifəti, Allah subhanahu və teala buyurur ki, yadullahi fəvqə əydihim. Allahın əli onların, qulların əllərinin üzərindədir. Deməli, Allah azza və cəllə özünə əl sifətini nisbət etmədi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah azza və cəllə Adəmi öz əli ilə xəlq edib. Deməli, Allah Rasulü Rəbbinə əl sifətini nisbət etmədi. Etdi. Biz də etiqad edirik ki, Allahın əli var və bunu 4 qayda əsasında qəbul edirik. Yəni, bunu inkar etmirik, cəhmilər kimi inkar etmirik. Həmçinin təvil də etmirik. Yəni, demirik ki, Allahın əli, burada həqiqi mənada deyil, məcazi mənadadır. Yəni, Allahın qüdrəti və ya Allahın neyməti. Bunu da demirik. Həmçinin bilə təkyif və lə təmsil. Mücəssimə və müşəbbihə kimi, yəni Allahı, xaliqi, məxluqa bənzədən firqələr kimi demirik ki, Allahın əli, yəni məxluqun əli kimi. Və ya Allahın əli, yəni məxluqun əlinin eynisi. Təmsil budur. Təkyif də keyfiyyət vermək. Demək ki, Allahın əli və Allahın ərşə istavası, yer üzü səmasına enməsi, Allahın kəlam sifəti və sonra danışaq ki, bu necə olur? Keyfiyyətindən. Bu, əhl-i sünnətin etiqadında bu yoxdur. Əhl-i sünnətin etiqadına görə Allah azza və cəllənin ad və sifətləri təvqifidir. Yəni, dəlil üzərində durulur. Quran və sünnə nəyi deyirsə, biz də Allahın ad və sifətləri barədə yalnız onu deyirik. Həmçinin ad və sifətlər barədə, xüsusən Allahın adları barədə başqa bir qayda da budur ki, İnnə əsmə-Allahi Teala ə'ləm və əvsaf. Allah azza və cəllənin adları xüsusi isimlərdir və həmçinin vəsiflərdir. Xüsusi isimlərdir və həmçinin vəsiflərdir. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni Allah azza və cəllənin adları özündə heç bir məna ifadə etməyən hərflərdən ibarət deyil. Məsələn, huruful muqatta kimi. Əlif, ləm, mim. 3 dənə hərf gəldi yan yana. Əlif, ləm, ra. 3 dənə hərf gəldi yan yana. Əlif hərfi, ləm hərfi, ra hərfi. Bu nə deməkdir? Məna olaraq bir mənası yoxdur. Bir var məsələn, kəf, tə, məd əlif, bə, kitab. Kitab. Bu kəlmə nə deməkdir? Hansısa bir mənaya dəlalət edir, etmir? Edir. Cəhmilərdən bəziləri etiqad edib ki, Quran və sünnədə varid olan
Allahın adları ki var, onlar huruful muqatta kimidir. Yəni, hərflərdən yığılma və özündə heç bir məna ifadə etməyən quru sözlərdir. Yəni, məsələn, alim, ayn, ləm, yə, məd və mim, alim. 4 dənə hərf yan-yana gəlib, yəni hərflərdən yığılma bir addır və özündə heç bir məna ifadə etmir. Və əhl-i-sünnə onlara rədd olaraq deyib ki, İnnə əsma'Allahi Teala a'lam və avsaf. Allah Azza və Cəllənin adları həm özəl, xüsusi, yəni isimlərdir, həm də vəsiflərdir. Bu nə deməkdir? A'lam və avsaf. Yəni, məsələn, biz deyəndə ki, məsələn, hər hansısa bir əşyanın adı və hər hansısa bir insanın adı. Məsələn, deyəndə ki, günəş. 5 hərfdən ibarət kəlmə. Bu nədir? Bu isimdir. Bir varlığın ismidir, düzdür? Amma məna olaraq mənası nədir? Bir mənası yoxdur. Sadəcə olaraq ada qoyulan nədir? İsimdir. Yəni, biz deyəndə ki, günəş, ağla nə gəlir? Səma cismi. Düzdür? Amma Allah Azza və Cəllənin adları həm a'ləmdir, yəni bir zata dəlalət edən isimlərdir. Tək bu deyil, həm də avsafdır. Həm də vəsfə dəlalət edir. Yəni, məsələn, biz deyəndə ki, Əl-Qadir, Allahın adı, Əl-Qadir. Əl-Qadir ismi 2 şeyə dəlalət edir. Bir, dəlalət edir Allah Azza və Cəllənin zatına. Yəni, biz Əl-Qadir deyəndə ağla kim gəlir? Allahın zatı, Allah Azza və Cəllə. Düzdür? Deməli, bu adlar Allahın zatına dəlalət edən adlardır. Və ikincisi, buna kifayətlənir? Yox. Həmçinin Əl-Qadir adı bir vəsfə dəlalət edir, etmir bir sifətə. Edir. Hansı sifətdir? Allahın qüdrət sifəti. Aydındır? Yəni, Allah Azza və Cəllənin gözəl adları xülasə olaraq desək, özündə heç bir məna ehtiva etməyən hərflərdən yığılma sözlər deyil. Allah Azza və Cəllənin gözəl adları özündə həm Allahın zatına dəlalət edən, həm də sifətlərinə dəlalət edən xüsusi isimlərdir. Və həmçinin əhl-i-sünnə qayda olaraq deyib ki, Allahın adları barədə, hələm Allahın sifətləri barədə danışmırıq, Allahın adları barədə. Başqa bir qayda da budur ki, İnnə əsma'Allahi Teala qeyru mahsura və la məxluqa. Allah Azza və Cəllənin adları, gözəl adları məxluq deyil. Yəni, sonradan yaradılmayıb. Və həmçinin məhsur, yəni məhdud da deyil, müəyyən bir sayıyla. Bu 2 qaydadır. Yəni, əhl-i-sünnə etiqad edir ki, Allah Azza və Cəllənin adları məxluq deyil. Burada cəhmilərə rədd var. Çünki cəhmilər iddia edib ki, etiqad ediblər ki, Quran və sünnədə zikr olunan Allahın adları ki var, o adlar Allah tərəfindən deyil. Allahın əzəli adları deyil. Onlar etiqad edirlər ki, o adları insanlar sonradan Allah barədə istifadə ediblər. Yəni, görüblər ki, bu Allah, bu Rəbb qüdrətlidir. Çünki Allahın qüdrət sifətini ağılla anlamaq olur, olmur. Ağılla anlamaq olur. Görüblər ki, çünki Allah yaradan qüdrətli olmasa, bu qədər varlığı necə yarada bilərdi? Deməli, onlar iddia ediblər ki, insanlar görüblər ki, Allah Azza və Cəllə qüdrətlidir.
və deyiblər ki, Allah barədə və huvəl qadir. O qadirdir. Yəni, insanlar Allaha nə ad veriblər? Bu sifətə görə qadir adını. Deməli, Allahı qadir ismi ilə Allah özü adlandırdı, yoxsa insanlar? Cəhmilərə görə. İnsanlar. Və insanlar Allahı bu isimlə adlandırdılarsa, bu isim əzəli oldu, yoxsa sonradan əmələ gəldi? Deməli, nə oldu? Məxluq. Məxluq yəni yaradılmış sonradan. Bu cəhmilərin etiqadıdır. Və əhl-i-sünnə bu etiqada rədd üçün qayda qoyublar ki, İnnə əsmə Allahi Teala qeyru məxluqa. Allah Azze və Cəllənin adları məxluq deyil. Sonradan yaradılmayıb. İnsanlar tərəfindən verilməyib. Ona görə fikir verin, İmam Rahimullah dedi ki, Allahın özünü adlandırdığı, özünü vəsf etdiyi kimi. Və bu adlar hamısı əzəlidir. Əzəli olaraq Allah Azza və Cəllə qadir isminə sahib olub. Həmçinin alim, əs-səmi', əl-basir və digər isimlər. Bunu bildik. Deməli, Allah Azza və Cəllənin adları nədir? Məxluq deyil. Sonradan əmələ gəlməyib, əzəlidir. Həmçinin Allahın adları hansısa bir say ilə məhdud da deyil. Və bunun çox dəlilləri var. Və dəlillərdən birisi Peyğəmbər sallallahu aleyhi və səlləmin bu duasıdır. Allahumma inni əsəlukə bi kulli ismin huvə lək, səmmeytə bihi nəfsək, əv ənzəltəhu fi kitabik, əv alləmtəhu əhədən min xalqik, əv istəthərtə bihi fi ilmil qeybi indək. Allah Resulü dua edir ki, ey Allahım, bütün gözəl adlarınla sənə dua edirəm, səndən istəyirəm. O adlar ki, sən özün özüvü bu adlarla adlandırmısan. Kitabında nazil etdiyin adlarınla. Əv alləmtəhu əhədən min xalqik. Qullarından kiməsə öyrətdiyin adlarınla və ya heç kəsə bildirməyib, öz qeybində, qeyb elmində sirri gizli saxladığın adlarınla səndən istəyirəm. Deməli, bu dua, bu hədis dəlildir ki, Allah Azza və Cəllənin adları insanlara tam olaraq bəlli deyil. Hətta deyək ki, Allahın adları 110-dur, 200-dür, 99-dur, yox. Elə adlar var ki, onlar Quran və sünnədə varid olub. Elə adlar var ki, necə ki hədisdə gəlir. Əv alləmtəhu əhədən min xalqik. Qullarından kiməsə bildirdiyin. Ola bilsin, Süleyman əleyhissalam, Davud əleyhissalam, Allah Azza və Cəllənin elə bir ismini bilib, o ismi başqa peyğəmbər bilməyib. Və bu ümmətə məlum deyil. Ola bilər? Ola bilər. Və elə adları var, o Allah qatında gizlidir. Qeyb elmində. Allah Azza və Cəllə o adlarını heç kəsə bildirməyib. Və elə adları var ki, o adları Allah Azza və Cəllə mələklərə bildirib. Qulları insanlar bilmir. Elə adlar ola bilər, onları cinlər bilir, insanlar bilmir. Aydındır? Amma o hədis ki var, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu hədisi anladınız da, yəni bu hədis açıq aydın dəlildir ki, Allah Azza və Cəllənin adları müəyyən bir sayıyla məhdud deyil. Açıq dəlildir və hədis səhihdir. İmam Əhmədin Musnədində rəvayət olunan hədisdir. Amma o hədis ki var, Buxari və Müslimin ittifaqla rəvayət etdikləri hədis, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə lillahi 99 ismən, mi'ətən illə vahidə, mən əhsahə dəxələl cənnə. Allah Azza və Cəllənin 100-dən bir əksi 99 adı var ki, kim bunları saysa cənnətə daxil olar. Bəziləri bu hədisi səhv başa düşüb.
Elə başa düşüblər ki, bu hədis dəlildir ki, Allahın 99 adı var. İmam Nəvəvi rahimehullah bu hədisin şərhində deyir ki, çünki İmam Nəvəvi rahmetullah aleyh Səhih Müslimi şərh edən alimlərdəndir və hədis də Buxari və Müslimdə gəlir. Bu hədisi şərh edəndə alimlərin icmasını nəql edir. Deyir ki, bütün alimlər icma ediblər ki, bu hədis ona dəlalət etmir. Bu hədis ona dəlalət etmir ki, Allahın yalnız 99 adı var. Yəni, alimlər bunda icma ediblər. Bunda ixtilaf yoxdur. Və həmsinin İbn Həcər rahimehullah Buxarını şərh edən alimlərdəndir. Bu hədis də Buxarda gəlir həmsinin. Bu hədisi şərh edəndə belə bir misal verir, bu hədisi anlamaq üçün. Deyir ki, bu hədisin mənası nədir? Bu hədisin mənası odur ki, yəni Allah Azza və Cəllənin gözəl adları içərisində qulları üçün seçdiyi, bu ümmət üçün seçdiyi 99 adı var ki, kim onları əzbərləsə, etiqad etsə, onları zikr olaraq saysa, onun mükafatı cənnətdir. Bu nəyə bənzəyir? Ona bənzəyir ki, bir insan deyir ki, İbn Həcər rahimehullah deyir. Bu ona bənzəyir ki, bir insan deyir ki, mənim cibimdə və ya məndə sədəqə üçün ayırdığım 99 dirhəmim var. Bu o deməkdir ki, onun o 99-dan başqa dirhəmi yoxdur. Var. Sədəqə üçün ayırdığıdır. Aydındır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, Allah Azza və Cəllənin 99, 100-dən bir əksi adı var ki, kim bunları saysa, daxaləl cənnə. Bu bir. Və ikincisi, hətta vaqiyyədə, praktikada, yəni ət-tətəbbu vəl-istiqra deyirlər də, yəni biz oturub Quran və sünnədə varid olan Allahın adlarını saysaq, praktiki olaraq, qabağımıza 100-dən çox ad çıxacaq. Aydındır? Səhih olaraq Allah Rasulundan varid olan və həmçinin Quranda varid olan Allahın adlarını saysaq, 100-dən çox ad çıxacaq qabağımıza. Deməli, Allah Azza və Cəllənin adları müəyyən bir sayla məhdud deyil. Həmçinin başqa bir qayda, bu qayda həm Allahın adları ilə əlaqəlidir, həm də Allahın vəsfləri ilə, sifətləri ilə. Allah Azza və Cəlləyə nisbətdə, fikir verin, 3 şey var. Var Allahın adları, yəni Bəbul Əsmə, adlar bölümü. Var Bəbul Sifət, yəni sifətlər bölümü, vəsflər bölümü. Bir də var Bəbul İxbər, Allah barədə xəbər vermə. İzah edəcəm nədir? Bunların içərisində ən, yəni çevrəsi, dairəsi ən dar olan Bəbul Əsmə, adlar bölümüdür. Nə mənada çevrəsi dar olan? Yəni, Bəbul Əsmə əvsə' min bəbi sifət. Yəni, adlar mövzusu sifətlər mövzusundan daha dardır. Və daha doğrusu əksinə. Bəbu sifət əvsə' min bəbil əsmə. Sifətlər mövzusu adlar mövzusundan daha genişdir. Bu nə deməkdir? Bu o deməkdir ki, baxın, məsələn, Allahın hər hansısa bir adını ələ alaq. Məsələn, Allahın Əl-Qadir ismi. Əl-Qadir. Allahın Əl-Qadir ismi hansısa bir sifətə dəlalət edir, etmir? Hansı sifətdir? Qüdrət. Əl-Alim ismi hansı sifətə dəlalət edir? Elm. Bax, mən dedim ki, Əl-Qadir, Əl-Alim. Mən Allahın sifətini zikr elədim, yoxsa ismini? Mən Allahın ismini zikr elədim. Amma sən ondan 2 şey anladın. Və düz də elədin. Anladığın 2 şey nə idi? Bir, ad, bir dənə sifət. Düzdürmü? İndi bax.
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا. Mələklər səf-səf düzülüb Rəbbin gələndə. Allahın məci sifətidir. Gəliş və itiyən. Aha. Deməli, Allahın bu sifətidir. Əl-məci vəl-itiyən sifəti. Yəni, Allahın gəliş sifəti. Mələklər səf-səf düzülüb Rəbbin gələndə, qiyamət günü. İndi bu sifətdən ad düzəldə bilərsən, deyə bilərsən, Allahın məsələn, Əl-Cəi adı var. Yəni, gələn. Deyə bilərsən, deyə bilmərsən. Və kəlləməllahu Musə təklimə. Allah Musa ilə sözlə danışdı. Bu ayədən nə başa düşdük? Allahın kəlam sifəti var ya, yoxdur? Var. İndi Allahın kəlam sifəti var deyə, bu sifətdən özümüz ad düzəldə bilərik ki, deyək, Allahın adlarından da biri Əl-Mütəkəllim, yəni danışan. Deyə bilərik, deyə bilmərik. Amma ad gələndə Əl-Qadir deyə bildinmi ki, bu addan sifət çıxdı, qüdrət sifəti. Yəni, bu ad həm də qüdrət sifətinə dəlalət etdi. Deməli, Allahın adları mövzusunun çevrəsi dardır. Allah Azza və Cəllənin adları, Bəbul Əsmək var. Yəni, çevrəsi ən dar olan mövzu Allahın adlarıdır. Yəni, xulası olaraq desək, Quran və sünnədə Allah Azza və Cəllə özünü hansı adlarla adlandırıbsa, ondan kənara çıxılmır. Hansısa bir sifətdən biz Allah üçün ad düzəldə bilmərik. Baxma ki, bəli, Allah Azza və Cəllə mütəkəllimdir, danışandır. Amma demək ki, bu Allahın adıdır, belə şey yoxdur. Deməli, dairəsi ən dar olan hansı mövzu oldu? Allahın adları. Allahın adlarına nisbətdə sifətlər mövzusu çevrəsi biraz genişdir, geniş deyil. Çevrəsi genişdir. Çünki Allahın adlarından fərqli olaraq, yəni sifətlərdən ad çıxmır, amma Allahın adlarından sifət çıxır. Aydındır? Ona görə Allahın sifətləri, vəsfləri mövzusu daha genişdir. Və Quran və sünnədə, baxın, biz hardan bilə bilərik ki, və ya necə təyin edə bilərik ki, bu şey Allahın adıdır. Məsələn, daha doğrusu, bu vəsf Allahın vəsfidir. Bu sifət Allahın sifətidir. Bunu necə təyin edə bilərik? 3 yolu var. Onlardan birisi nas ilə. Yəni, Quran və sünnədə açıq aydın o şey Allahın vəsfi olaraq, sifəti olaraq zikr olunub. Açıq aydın. Məsələn, çox ayələr, məsələn, İnnəl izzətə lilləhi cəmiə. Həqiqətən izzət bütünüylə kimə xasdır? Allaha. Açıq aydın nasdır, dəlildir. Allah Azza və Cəllənin deməli, izzət sifəti var ya, yoxdur? Var. Yadullahi fəvqə əydihim. Allahın əli onların əlləri üzərindədir. Allah Azza və Cəllə əli özünə izafə etdi, özünə nisbət etdi. Deməli, açıq aydın bildik ki, Allahın əl sifəti var. Bu birinci yoldur. Yəni, nas. Aydındır? Quran və sünnənin açıq dəlaləti. Baxırsan ayəyə, baxırsan hədisə, görürsən ki, Allah Azza və Cəllə hansısa bir vəsfi, sifəti özünə nə edib? İzafə edib, özünə aid edib, özünə nisbət edib. Bununla bilirik ki, bu Allahın nə idi? Vəsfidir. Allahın nə idi? Sifətidir. Bu birinci yol. İkinci yol, bayaq qeyd elədiyim, Allahın adlarından bunu anlayırıq. Ola bilsin, elə bir Allahın sifəti var, vəsfi var
vəsf olaraq ola bilsin gəlməsin, amma Allahın hansısa adından bu sifətini anlayırıq. Bu ikinci yoldur. Məsələn, oxuyuruq ki, Allahın adlarından biri Əl-Qadir. Bu addan, fikir verin, bu sifət olaraq gəlmədi. İsim olaraq gəldi. Amma bu isimdən biz qüdrət sifətinin olduğunu anlayırıq. Əl-Alim, Allahın adıdır. Hə? Bu addan biz Allahın elm sifətini anlayırıq. Əs-Səmi' Allahın adıdır. Bu addan Allahın eşitmə sifətini anlayırıq. Bu ikinci yoldur. Yəni Allahın adlarından, yəni Allahın adları vasitəsilə o sifətləri öyrənirik. Bu iki. Üçüncü yol da Allahın feilləri. Quran və sünnədə Allah Azza və Cəllənin feilləri ki var, o feillər yoluyla bilirik ki, deməli Allahın belə bir vəsifi var. Məsələn, وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا. Bayaq qeyd etdiyim ayə. Mələklər səf-səf düzülüb Rəbbin gələndə. Bu Allahın feilidir. وَجَاءَ رَبُّكَ. Sənin Rəbbin gələndə. Hə? Bu Allahın feilidir. Bu feildən biz anladıq ki, Allahın məci, gəliş sifəti var. Ar-Rahmanu aləl-arş istava. Rəhman ərşə istava etdi. Bu Allahın feilidir ya yox? Bu Allahın feilidir. Bu feildən biz nəyi anladıq? Allahın istava sifətini. Həmçinin Allah Azza və Cəllənin hər gecənin son 1/3-də yer üzü səmasına enməsi. Bu Allahın feilidir ya yox? Bu feildən biz nəyi anladıq? Allahın nuzul sifətini. Deməli Allah Azza və Cəllənin sifətlərini, vəsiflərini öyrənməyin 3 yolu var. Bir, nas, yəni kitab və sünnədə açıq aydın görürük ki, Allah Azza və Cəllə hansısa bir vəsifi, sifəti özünə nisbət edib. İkinci yol, Allahın adlarından, adları vasitəsilə və üçüncü yol, Allahın feilləri. Feilləri vasitəsilə biz Allahın, məsələn, yaxluqu mə yeşə, Allah istədiyini yaradır. Allahın feilidir və biz buradan Allahın yaratma sifətini anlayırıq ki, Allah Azza və Cəllənin yaratma vəsifi var. Bu ikinci. Deməli, Allahın sifətləri mövzusu, adları mövzusundan biraz nə oldu? Geniş oldu. Bir də üçüncü var. O da nədir? Bəbul ixbar. Yəni Allah barədə nəyisə xəbər vermək. Biz fikir verin, ən birinci qayda olaraq nəyi zikirlədik? Dedik ki, İnnə əsmə Allahi Teala və sifətihi təvqifiyyə. Allah Azza və Cəllənin ad və sifətləri nədir? Təvqifidir. Yəni, Quran və sünnədə hansı adlar zikr olunubsa, bilirik. Və o həddə aşmırıq. Quran və sünnədə hansı sifətlər zikr olunubsa, buna Allaha nisbət edirik, həddə aşmırıq. Amma ixbar babı təvqifi deyil. Quran və sünnəyə bağlı deyil. İxbar nədir? Məsələn, biz Allah Azza və Cəllə barədə danışanda, yəni Allahın hansısa bir qulu, bəndəsi, Rəbbi barədə danışanda şərtdirmi ki, Allah barədə danışanda mütləq Quran və sünnədə zikr olunan adlardan, sifətlərdən kənara çıxmasın? Yox, bu şərt deyil. İxbar babında xəbər vermək yönü ilə Allah barədə, məsələn, misal üçün, deyirik ki, məsələn, Allah mövcuddur. Allah mövcuddur. Bu kəlmədə problem var? Problem yoxdur. Çünki Allah doğrudan da mövcuddur. Lakin bu mövcud sözü ki var, Quran və sünnədə Allah barədə ad olaraq varid olub, sifət olaraq varid olub, bəs niyə dedik? Biz bunu ixbar babında dedik. Biz bunu sifət olaraq, yəni Allaha ad olaraq nisbət etsək, bəli, xətadır. Amma ixbar, xəbər vermək babından
Yəni heç bir problemi yoxdur. Deməli, bəbul ixbar lap genişdir. Çünki təvqifi deyil. Quran və sünnəyə bağlı deyil. Aydın oldu? Məsələn, başqa bir misal. Məsələn, Allah Azza və Cəllə barədə danışıram və deyirəm ki, və huvə Azza və Cəllə mucibud da'avat. Mucibud da'avat. Fikir ver. Dedim ki, Allah Azza və Cəllə dualara icabət edəndir. Mucibud da'avat. Allahın belə bir adı var? Yoxdur. Bu ixbar babındadır. Mən bunu Allaha ad olaraq nisbət etmədim. Sifət olaraq nisbət etmədim. Sadəcə olaraq Allah barədə xəbər verirəm ki, bizim Rəbbimiz dualara icabət edəndir. Olar bunu demək? Olar. Əgər o şeylər ki, yəni özündə kamilliyi ifadə edən, Allaha yaraşan mənalardırsa, Allah barədə olar. Bu şərtdir ya. Yəni, ixbar babında da Allah barədə nə gəldi demək, bidət əhli kimi, Allah cisim deyil, cövhar deyil, arad deyil, nə deyil, belə yox. Allah Azza və Cəlləyə layiq, Allahın kəmalına, cəlalına layiq, Allaha yaraşan kəlmələrlə Allah barədə xəbər vermək olar. Bu təvqifi deyil. Buna deyirlər bəbul ixbar. Aydın oldu? Başqa bir misal deyim. Biraz da aydın olsun. Məsələn, mən söhbət edirsən, söhbət əsnasında deyirsən ki, bizim Rəbbimiz Allah Azza və Cəllə mütəkəllim, danışandır. Allahın kəlam sifəti var. Amma Allahın mütəkəllim adı yoxdur. Mən bunu Allaha ad olaraq, yəni desəm ki, Allah mütəkəllimdir, yəni danışandır. Bunu Allaha ad olaraq desəm, bu xətadır. Amma mən bunu ad olaraq demirəm. Mən bunu ixbar babında deyirəm. Məsələn, deyirəm ki, bizim Rəbbimiz mütəkəllim, danışandır. Ona görə və kəlləməllahu Musa təklimə. Allah Musa ilə sözlə danışdı. Mən bunu ixbar babında dedim. Deməli, ixbar babı ad və sifətlər babına nisbətdə ən geniş olandır və təvqifi deyil. Yəni, şərt deyil ki, Allah barədə danışanda mütləq danışdığın kəlmələr Quran və sünnədə sabit olanlar olsun. Yox. Əsas odur ki, bəli, Allah barədə dediyin sözlərin mənası Quran və sünnədə Allah barədə varid olanlara müvafiq olsun. Mənası. Ləfsin varid olması şərt deyil. Həmçinin qayda olaraq deməli, Allah Azza və Cəllənin adları ilə vəsfləri iki şeydə müştərəkdirlər. İki şeydə yox. Müştərək olduqları yer hansıdır? İsti'azə vəl-həlif. Yəni, sığınma və and içmə. Yəni, Allahın adlarına and içmək olar? Təbii. Və sifətlərinə olar. Allahın adlarına sığınmaq, yəni Allahın hər hansısa bir adını zikr edərək isti'azə etmək olar? Təbii. Və sifət olar. Deməli, Allahın adları ilə sifətləri isti'azə, sığınma, bir də həlif, and içmək məsələsində müştərəkdir. Məsələn, Allah Azza və Cəllə buyurur ki, فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ. Quran oxuduğun zaman rəcm olunmuş şeytanın şərrindən Allaha sığın. Məsələn, Əuzu billah. Nə deməkdir? Allaha sığınıram. Allah, ləfz-i cəlalə. Allahın ismidir. İsti'azə Allahın ismi ilə olur? Olur. Məsələn, Qul əuzu bi rabbin nas. Rab.
Allahın ismidir. Hə. İlahin nəs, ilah. Məlikin nəs, məlik. Rab, məlik, ilah. Allahın adlarıdır. İstiazə olar, olmaz. De ki, mən insanların Rəbbinə sığınıram, ilahına sığınıram. Hə? İnsanların məlikinə sığınıram. Hə. Deməli, olar. Əuzu billah. Əuzu bi rabbil aləmin. Düzdür? Həmçinin sifətlər nə də bu cürdür. Məsələn, deyə bilərsən ki, Allahın rəhmətinə sığınıram. Adını demədik. Rəhmət. Biri var deyirsən ki, Rəhman olan Allaha sığınıram, Allahın adı. Bir də var Allahın sifəti. İstiazə olar, olmaz? Olar. Bu Quran və sünnədə varid olub. Hətta iblis Allah Azza və Cəllə demişdi ki, qalə fəbi'izzetikə ləuğviyənnəhum əcməin. Fəbi'izzetikə. Allah Azza və Cəllə onu Quranda zikr edir. İblis dedi ki, sənin izzət və and olsun. Fəbi'izzetikə. Çünki bu and hərfləri hansılardır? Vav, vallahi, bə, billahi, tə, tallahi. Onlardan biri hansıdır? Bi. Deyir, fəbi'izzetikə. Sənin izzət və and olsun. Və izzət Allahın sifətidir. İblis Allahın sifətinə and içdi. And içmək. Məsələn, deyirsən ki, billahi. Həmçinin sığınmaq. Bu, Quran sünnədə varid olub. Məsələn, sünnədən, dəlillərdən birisi Allahumma inni a'udhu bi ridaka min sakhatik. Mənası nədir? Allahım, sənin qəzəbindən, sənin rızana sığınıram. Allahın rıza ismidir, yoxsa sifətidir? Deməli, istiazə olar? Olar. And ismi olar? Olar. Allahın izzətinə and olsun. Allahın rəhmətinə and olsun. Olar. Allahın lütfüne sığınıram. Allahın rəhmətinə sığınıram. Görürsən, sən Allahın sifətinə sığınırsan. Deməli, Allahın adlarıyla Allahın sifətləri istiazə və and içmədə müştərəkdirlər. Amma duada bir də qulluqda ayrılırlar. Adlar olar, sifətlər olmaz. Ona görə burada İmam Abu Bakr rahimehullah da ayırır. Fikir verin nə deyir? Allahın sifətləri barədə demədi. Amma dedi ki, adları barədə. Ənəllaha təbarəkə və teala məd'uvvun bi əsmaihil husnə. Allah azza və cəllə gözəl adlarıyla özünə dua ediləndir. Sifətləri ilə yox. Allah azza və cəllə buyurur ki, وَلِلَّهِ الْأَسْمَاءِ الْحُسْنَى أَسْمَاءُ الْحُسْنَى فَدُعُوهُ بِهَا. Ən gözəl adlar Allaha məxsusdur və ona bu adlar ilə dua edin. Yəni, məsələn, dua edirsən ki, Ya Rahman, Ya Rahim, Ya Hayyu, Ya Qayyum olar. Təbii. Amma dua edə bilərsən ki, Ya Rahmətallah, ey Allahın rəhməti. Olmaz. Şeyxülislam İbn Teymiyyə rahmeullah icma nəql edir. Alimlərin icmasını. Ki, bu nə varid olmayıb, həm də nəhi gəlib. Və ikincisi, təbid. Təbid nə? Yəni, qulluğu ifadə edən kəlmələr. Allahın adları barədə olar, sifətləri barədə olmaz. Məsələn, Abdullah, Abdurrahman, Abdurrahim, Allahın qulu, Rəhmanın qulu, Rəhimin qulu olar? Təbii. Amma deyə bilərsən, Abdurrahmə və ya Abdurrahmətillah, Allahın rəhmətinin qulu. Olmaz. Aydın oldu? Hə. Deməli, xülasə, istiazə və and içmə həm adlar barədə, həm sifətlər barədə icazəlidir. Amma təbid, yəni qulluğu ifadə edən kəlmələr və həmçinin dua, bu yalnız Allahın adları barədə icazəlidir, sifətlər barədə icazəli deyil. Həmçinin Allah Azza və Cəllənin sifətləri
Allah Azza və Cəllənin sifətləri ma'lumətun bi'tibaril ma'na və məchulətun bi'tibaril keyf. Bu da qaydadır. Yəni Allah Azza və Cəllənin sifətləri məna etibarı ilə bizə məlumdur. Amma keyfiyyət etibarı ilə məchuldur. Yəni Allah Azza və Cəllənin, baxın, vəsflərinin, sifətlərinin mənası var ya yoxdur? Var. Məsələn, Allahın kəlam sifəti. Yəni biz oxuyanda ki, və kəlləməllahu Musa təklimə, Allah Musa ilə sözlə danışdı. Bu ayədə nə başa düşdük? Allahın kəlam sifəti var. Yəni biz belə dedik, yoxsa dedik ki, yox, mən isbat edirəm Allahın kəlam sifətini, amma mənasını bilmirəm. Yəni mənasını bilmədiyim şeyi Allah barədə isbat edirəm. Necə əşarilər, maturidlər dediyi kimi və mufavvidə. Yəni məsələn, deyirəm ki, Allah Azza və Cəllə ərşə istava edib. İstava. Amma mənası nədir? Bilinmir. Belə deyirəm. Yoxsa deyirəm ki, yox, Allah Azza və Cəllə ərşə istava edib. İstava, yəni irtəfə'a, alə, yəni ucalmağı, yüksəlməyi, mənasını bilirik, bilmirik. Mənasını bilirik. Deməli, Allah Azza və Cəllənin sifətlərinin mənası məlumdur, məchul. Aha. Deməli, Allah Azza və Cəllənin sifətlərinin mənası var, məlumdur, məlumdur. Bəs bu sifətlərin keyfiyyəti, necəliyi var, var. Məlumdur, yox. Aydındır? Ona görə İmam Məlik rahiməhullaha biri gəlib istava barədə sual verəndə ki, istava, Allahın ərşə istavası necədir, necə baş verdi? İmam Məlik rahimehullah qayda olacaq 4 kəlmə deyir. Buyurur ki, Allahın istavası məlumdur. Məlumdur. Mənası. Amma keyfiyyəti məchuldur, bilinmir. Və buna növbəti dərslərdə götürəndə özünüz də şahidi olacaqsınız. İmam Əbu Bakır rahimehullah özü də buna toxunur. Allahın istavası barədə danışanda deyir ki, biz Allahın istavasını qəbul edirik, lakin onun keyfiyyətini bilmirik. Və sonra İmam Məlik rahimehullah deyir ki, buna iman etmək vacibdir. Çünki Quran və sünnədə varid olub və bunun haqda sual vermək isə bidətdir. Çünki sələf belə bir sual verməyib. Yəni, həmin ayələri, həmin hədisləri sahabələr, tabinlər oxuyublar, qəbul ediblər, amma heç bir sahabənin ağlına gəlməyib ki, gəlib Allah Rasuluna sual versin ki, ey Allahın Rasulu, bu istavanın necəliyi, nə cür? Amma mənasını biliblər. Mənasını bilmələrinin dəlili nədir? Çox dəlili var, elə bu. Sual verməmələri. Dəlildir ki, mənasını biliblər. Aydındır. Və son olaraq Allah Azza və Cəllənin sifətləri qismlərə bölünür. Bir var Allahın zatı sifətləri, bir də var Allah Azza və Cəllənin feili sifətləri. Zatı sifətlər o sifətlərdir ki, o sifətlər Allah Azza və Cəllədən ayrılmır. Yəni, məsələn, yəni Allahın ixtiyarına bağlı deyil. Yəni, istəyəndə etsin. Amma feili sifətlər Allahın ixtiyarına bağlıdır, istəyinə. Ona görə o sifətlərə həmçin deyilib ki, ixtiyari sifətlər. Allahın istəyinə bağlıdır. Yəni, Allah istədi, Musa ilə danışdı. Allah istəyir, yaradır. Allah istəyir, kiməsə ruzu verir. Amma Allahın görmə sifəti. Deməli, Allahın məsələn, yaratması, Allahın məsələn, gecənin son 1/3-də yer üzü səmasına enməsi, bunlar bu Allahın zatı sifətidir, yoxsa məsələn, nuzul. Allahın zatı sifətidir, yoxsa Allahın feili sifətidir. Feili sifətidir.
Allahın ixtiyarı sifətidir. Allah istəyəndə bu baş verir. Allah istəyəndə danışır. Amma məsələn Allahın həyat sifəti, Allahın qüdrət sifəti, Allahın elm sifəti, Allahın görmə sifəti, eşitmə sifəti, bunlar zatı sifətlərdir yoxsa feili? Zatı. Bunlar Allahdan ayrılmır. Yəni mümkündürmü ki, insan deyək ki, Allahın qüdrəti, yəni Allahın qadir olması Allahın ixtiyarına bağlıdır və görməsi, eşitməsi mümkün deyil. Aydındır? O sifətlər ki, məsələn Allahın əli, Allahın üzü, bunlar hamısı zatı sifətlərdir. Zatı sifətlər o sifətlərdir ki, o sifətlər Allahdan ayrılmır. Yəni Allahın ixtiyarına bağlı deyil. Amma o sifətlər ki, Allahın ixtiyarına bağlıdır. Məsələn, nuzul sifəti, fərəh sifəti və digər sifətlər, o sifətlər feili sifətlərdir. Məsələn, Allahın وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Allahın gəliş sifəti. Bu, qiyamət günü baş verəcək. Mələklər səhv-səhv düzüləndə, sənin Rəbbin gələndə, mələklər səhv-səhv düzüləcək. Bu, qiyamət günü olacaq. Allah istədiyi vaxt. Deməli, bu Allahın ixtiyarına bağlıdır. Allahın zatından ayrılmaz bir şey deyil. Aydındır? Hə. Deməli, bunu bildik. Allahın zatı sifətləri, bir də Allahın feili sifətləri. Bir də Allahın sifətləri ayrılır. O sifətləri bizə çatdıran dəlillərə nisbətdə iki hissəyə. Onlar hansılardır? Xəbəri sifətlər, bir də xəbəri sifətlər, yəni o sifətlərdir ki, niyə görə deyiblər xəbəri? Çünki o sifətlər xəbərlə sabit olmasaydı, vəhiy ilə, Quran və sünnədə, ağılla onu bilə bilməzdik. Məsələn, yadullah, Allahın əli, vəchullah, Allahın vəchi, fərqi yoxdur. Bunlar zatı sifətlərdən də ola bilər, feili sifətlərdən də. Məsələn, Allahın əli, zatı sifətidir, Allahın feili, zatı sifəti. Quran və sünnədə bu varid olmasaydı, ağılla biz bilə bilərdik ki, Allahın əl sifəti var, bilə bilməzdik. Ona görə buna deyirlər xəbəri sifət və ya sifət xəbəri və ya səmiyyə, eşitmək yoluyla, xəbər almaq yoluyla bu sifətin olduğunu bilmişik. Həmçinin başqa bir sifət, məsələn, məci sifəti, Allahın gəliş, zatıdır, feili. Xəbəri sifətlərdəndir ya, yox. Xəbəri. Allah Azza və Cəllə bildirməsəydi, biz Allahın gəliş sifətinin olduğunu bilməyəcəkdik. Amma bir də var ikinci qisim sifətlər, o sifətlərdir ki, sifət səmiyyə və aqliyyə. Həm Quran və sünnə ilə varid olub, təbii, çünki tövqifidir. Həm də ağıl da buna dəlalət edir. Məsələn, Allahın qüdrət sifəti, elm sifəti, həyat sifəti. Çünki ağıl buna dəlalət edir ki, yəni Allah Azza və Cəllənin həyat sifəti var. Ağıl buna dəlalət edir ki, o qüdrətlidir, o elmlidir. Aydındır? Ağıl buna dəlalət edir. Hə. Bunu da bildik. Deməli, Allahın xəbəri sifətləri, bir də səm'i və əqli sifətləri. Bir də bəzi alimlər qulun qəlbinə təsirinə görə Allahın sifətlərini iki hissəyə bölüblər. Bu təqsimata gedən alimlər çox az olub. Çox nadir alimlər olub. Amma gözəl təqsimatdır. Gözəl bölgüdür. Deyiblər ki, Allah Azza və Cəllənin bəndələrin, qulların qəlblərinə təsiri nisbətində də sifətləri iki hissəyə bölünür. Hansılardır? Sifatul cəməl və sifatul cələl. Cəmal sifətləri o sifətlərdir ki, qulun qəlbində Allaha qarşı məhəbbəti oyadır və çoxaldır. Məsələn, rəhmət sifəti, məğfirət sifəti. Hə? Amma
izzət, cəlal sifətləri o sifətlərdir ki, o sifətlər qulun, bəndənin qəlbində Allah Azza və Cəlləyə qarşı qorxunu artırır. Məsələn, Allahın qəzəb sifəti. Bu mənada da bəzi alimlər Allah Azza və Cəllənin sifətlərini bu cür iki hissəyə bölüblər. Deyiblər ki, Allahın cəlal sifətləri və bir də cəmal sifətləri. Dua edirəm ki, Allah Azza və Cəllə bizə eşitib fayda götürən qullarından etsin. Bu dərsdə, qardaşlar, fikir verin, biz bu dərsdə İmam Əbu Bakır Rahiməhullahın yəni qeyd elədiyi cəmi 2 cümləni şərh elədik. Bu vacib idi. Nə üçün? İnşallah görəcəksiniz. Bundan sonraki dərs 1, 2, 3, 4 səhifəni bir dərsdə götürəcək. Niyə? Çünki bu dərs ona imkan verəcək. Çünki bu dərsdə biz götürdük İmam Əbu Bakır Rahiməhullahın bu sözünü ki, Əhl-i-Sünnə vəl-Cəma'a etiqad edir ki, Allah Təbarəkə və Teala'nın gözəl adları var, hansılar ki, o adları ilə Allaha dua edilir. Həmçinin Allah Azza və Cəllə özünü kitabında və həmçinin Rasulü sallallahu aleyhi və səlləmin sünnətində Rəbbini vəsf etdiyi vəsflərlə vəsflənib. Bunu götürdük. Lakin geniş şəkildə Allahın ad və sifətləri barədə müəyyən, təbii ki, tam yox. Allahın ad və sifətləri barədə qaydalar çoxdur. Allah nəsib edər, imkan olar, ümumiyyətlə o barədə ayrıca dərs götürmək olar. Hər qayda barədə ayrıca dərs. 30-40 qayda var. Biz onlardan 5-6-sını götürdük. Bizə lazım olan. O qaydalar ki, bundan sonraki 4 səhifəni bir dərsdə götürə bilməyimiz üçün bizə kömək edəcək. Və dərs əsnasında inşallah sizə sual verəcəm. Ki, məsələn, burada filan sifət gəldi, məsələn, o hansı qismə aiddir və ya filan məsələ keçən dərsdə o barədə hansı məsələni qeyd etdik və s. və ilə axır. Və doğrusunu Allah bilir və sallallahu ala Muhammed və ala alihi və səhbihi